Salam dostlar, salam. Ben indi səhər dünən Gəncədən gəlmişəm belə. Səhər təsadüfən qabağıma çıxdı bu. Təzə bir politolog peyda olub bizdə. Təzədən də bu son vaxtlar çox aktivdir və nə sirri ilahidirsə bütün efirlərdə gəzir. Sərbəst efir, qeyri-sərbəst efir, müstəqil, qeyri-müstəqil və maraqlı bir şey gördüm. İndi hamı Əli İnsanov nədir? Ramiz Mehdiyev danışır hamı. Və birdən-birə bu söhbətin arasında bu yeri gəlmişəm. Biri qırmızı masa ilə çıxır, biri qırmızı xətlə çıxır, biri bu qırmızı rəngində bu o nədir? Matadorda qırmızı rəngi sevərlər ya. Bunlar elə qırmızı xətlə, qırmızı nəbimlə efirə çıxırlar. Biri də dəxli yoxdur indi. Söhbət ondan getmirik. Hamıyı tənqid eləmək olar, hamıdan sözü demək olar. Amma indi hamı Ramiz Mehdiyev danışır da, düzdür. Birdən-birə söhbətin arasında söhbət gəlir. Bizim bu Novayavlinin Elçin Əloğlu deyə bir adam var. Deyir ki, mən belə heç hava inanmamışam Əli İnsanova, nazir olanda da inanmamışam. Ondan sonra türmədə olanda da inanmamışam, indi inanmıram. Güya bunun inanmağı nəyisə həll eləyir. Oğlum, sən indi deyir ki, mən o vaxt bu İnsanovun dərmanından danışırlar. Yer gəlmişəm, bu İnsanovun dediğin şey elə belə bu küçə söhbəti deyil. Dünyanın neçə ölkəsində bu İnsanovun dərmanı bu gün də istehsal olunur, satılır, o istifadə olunur. Yəni bu dünyanın bu qədər alimləri, təbibləri, nə bilim, loğmanları hamısı durraqdır mı belə? Əli İnsanovun ağıllanmışdı. Elçin Əloğlu'nun ağıllanmış deyirlər bunlar. Yani mesela ne deyir? Bu adam deyir, ben o vaxtı getdim Hindistan'a, araşdırdım Hindistanda, o zavoda getdim və sübut elədim ki, araşdırdım və burada böyük maxinasiya var, nə pul, para filan. Ya kardeşim, o vaxt dediyim vaxt sən, Elçin Əloğlu, Ekspres qəzetində gün ərzində ANS-dən diktafona yazdığın xəbərləri köçürdüb 2 Məmməd, 1 Məmməd, 3 Məmməd kanalar alırdın. Sən Hindistana nə tərk etmişdin? Kim göndərmiş səni? Sən nə marağın vardı Hindistana gedirdin? Əli İnsanov araşdırdın. Ümumiyyətcə necə getmişdin? Neysə, indi belə çıxır, o vaxt çıxdı dedi ki, hatta dedi bu Suriyada İsrail hökuməti xəstəxanalara bomba atmır dedi. Göydən təyyarələrdən boş dəmir boşqalar tökürlər, səs-küy yaradırlar. Bu adam ağlına və ağzına gələn danışır, özdə elə bilir ki, bu getdikcə də bunlar həddən aşırlar, həyasız daşırlar, bilirsən. Məsələ yenə deyirəm, Əli İnsanov məsələsi deyil, partiya var orada filan, özləri cavab verir, amma bu adam belə hər yerdə açdı orada başlayır. Sən kimsən? Sənin ağzınla o deyirdi, yer ölçən kimdir? Sən inanmıram mən. Arkadaş, bu Əli İnsanov, indi o xanım orada, Aynur xanım onunla söhbətimiz ayrı olacaq yəqin, bir görüşəcəm onunla. Əli İnsanov bu Əli İnsanovun nazir olan vaxtı ən sərt yazıları mən yazmışam. Bax bu oğlan, gördün, nazir olanda. Bu necə yerribazı idi ki, mən onun haqqında o şeylər deyəm. Yəni, yerribazlıq məsələsi deyil ha, doğrudan. Nə də söhbət Əli İnsanov. Bu adamlar getdikcə gedirlər. İndi, nə bilim, Ramiz Mehdiyevə döşəniblər, bu belə Ramiz Mehdiyev. Arada belə bir ədəb ifadələşdi, abortdan canını qutaranlar. Sən kimsən bu şey? Sən hardan, sən bu yəhudlərin qucağında oturandan yaman gəlişibsən ha. Kimdir səni belə qabağa tanısan, sənin ağzından kimdir yer ölçən, sən kim olursan bu şey? Əli İnsanov, İnsanovun dərmanı, mən getdim, sən nəcirdən Hindistanda sən? Necə gedibsən, sən o vaxt sən gecə günüz Ekspres qəzetində deyirəm də, tezdən axşama ANS-in xəbərlərini diktafona yazıb, oradan da köçürdüb, 3 Məmməd kanalar alırdın. Orada deyirdi, o adın bir şeiri var idi, Bəhmən Vətənoğlu'nun. Deyirdi, qışın boranında, qarda, yağışda, Murovun başında nə attırırdın? Nə attırırdın sən Hindistanda? Kim göndərmiş sən Hindistana? Nə araşdırdın, nə tapdın? Yaxşı araşdırdın, gətdin, sübut elədin, deyirsən faktdır. Hanı o faktlar? Gətdin, bax, bunu prokurorluğa verdiyin
ne bileyim KGB'ye verdin, ne bileyim bunu getdin, Daxili İşlər Nazirliyinə, nə arası, get çıxart qoy ortaya da, fakt deyirəm mən. Nəyin faktını deyirsən, bir daha deyirəm. Mənim gözümün qabağında olubsan, sən elə yekə-yekə çıxıb ortalığa, deyirəm də, yəhudlərin qucağına oturandan bəziləri belə çox gəlişiblər. Bir daha deyirəm, bu adam deyir ki, yəhudilər göydən boşqa tökürlər, səs-küy yaradırlar. Ya harda orada nədir İsrail hökuməti? İsrail hökuməti Qəzzada genosid törədəndə bu deyir ki, boşqa yağdırırlar göydən, səs-küy yaradırlar. Getmişdi, onda da getmişdi, Suriyaya getmişdi oraya araşdırmağa. Gördü ki, İsrail hökuməti bomba vəzinə boşqa yağdırır göydən. Gedin işinizlə məşğul olun, ayıbdır, biraz tərbiyəniz olsun. İndi hər bir şey danışır, əlin sana tənqid eləmək olar, bal kim olar. Ama ay böyle falan, ya o insanın dermanı Aynur Hanım da der undu. Undu yemeyin kardeş, sizi zorla gelirdiler bunu. Orada da ne bileyim yerli bazlı hastalığı, ne hastalığı bir sen jurnalistsen bir git soruş, bir otur elin sanımla sohbet ile. Göreli kimdi o? O gün biri çıkıp derdi ki de bir nefer başka millet yoktu. 50-60 tane başka millet etnik azlık çıktı efendim. Sizi kim böyle kazdıyla, kimin sözünü, kimin siparişine oturup durursunuz? Kimsiniz siz bu şey? Size kim ihtiyar verir böyle ağzınıza gelen danışmak? Bu ölçüde ciddi prosesler gelir. Gerçekten ciddi prosesler gelir. Ha bir sorgulayın, soruşun da. Ramiz Mehdi'ye ve indi hamı değil, çok kolaydı ha. Düzdür. Siz ne demek istiyorsunuz? Ramiz Mehdi öz başına eləyib bu şeyləri. Sorgulayın da bircə nəfər də durun deyin ki, cənab prezident bu ölçüdə nə baş verir? Deyə bilirsən, Əli İnsanova söz deməyə nə var? Və digərlərlə indi adam kimin kimdən kini var, kimin kimdən nifrəti var, kimin kimdən ədavəti var. Qusmaqdadılar, tökülüşüblər. Xorun biri də bunlar. İndi nə istəyirsiniz siz? Əli İnsanov geçsin nəvələrlə oynasın. Sən get nəvələrlə oyna da. Sen başın içinde Əli İnsanova göstəriş vermək, harda oynasın, kimlə oynasın? Herhalde dedim. İndi mecbur eləyəcəksiniz. O biraz ne söhbəti bu savaşsa gəlin savaşağın, ne istəyirsiniz? Ne demək istəyirsiniz? Kimsən, neysən Elçin Əloğlu, sen kimsən vəbşə? Sen hardan haraysan, 30 ildə ortada yok idin, birdən bir hardan pırtladın çıxdın. Deyirəm da, bu Yahudilərin qucağına oturandan sen böyle çok şaxələnibsən. O qucaqlar da bitəcək bir gün. Bir gün də qucaqları əzəcəklər, bax belə. Onda da çıxıb onların əleyhinə danışan, çünki sən beləsən. Sen o ayaqqabı alayanlara lağ eləyirsən, onu mən dəvirləmək, sən dəyinməzsən, sənin başın üçün deyil. Sen özün harasını yalayırdın, onu de. Ki bəzən elə vəziyyət yaranacaq ki, o ayaqqabı yalamaq sənin yaladığın yerin yanında çox şərəfli olacaq. Biraz o düşünün da, daşının da, siz kimsiniz axı, sən hardan haraya? 30 ildə ortalıqda mən getdim, mən Hindistana getdim, araşdırdım. Bir daha deyirəm, bəhmənin söz olmasın. O Hindistanda nə attırırdın sən belə, başa düşmədin. Kim idin sən? Dövlət idin, hökumət idin, nə bilim, o nə idin, filan idin. İndi o xanım orada deyir ki, Əli İnsanov çevrilişlə durmuşdu, düzdür, sonradan nə? Yəni, Azərbaycan hökumətinin gücü çatmadı da, sən bilirsən çevrilişlə durmuşdu. Sizin indi hamınızın hər şeyi dedirtmeyin da, hamı hər şeyi bilir bu ölçüdə. Elə belə, o deyirəm də, kin qusmaq, nifrət qusmaq, cəmaatdan qisas almaq, nə bilim, xınt çıxmaq. Bu nə jurnalistika, nə də politologiya adiyyatı yoxdur. Sözünüz var, söz danışın. Danışa bilirsə, danışa bilmirsə, heç olmasa susun bari da. Nə qədər olacaq məsələn? 42 nəfər, elə belə mücərrət bir 42 nəfər tapıblar. 42 nəfər kimdir, kimi deyirlər. Hərə biri deyir icra başçılardır, biri deyir deputatlardır, biri deyir. Kim, harada görübsünüz o 42 nəfər? Bu rəqəmi sizə kim verib? Biri deyir 180 nəfər, biri deyir 42 nəfər, biri deyir 50 nəfər. O birisi çıxdı dedi, bax 1800 nəfər ki, hardan alırsa bu rəqəmlərsiz? Kim verir sizə bunu? Hamı, mən də varam deyib, hərə əlinə bir dada alıb düşüblər ortaya hamısı, mikrofon. Gedin sizlə məşğul olun. İndi dövlət nə yapacaq, yapacaq. Amma sizin bu ortada, nə bilim, bunun adına nə deyirlər? Elçin Əloğlu.
Buladığın quyruq bir gün boğazına dolanar, ha. Deyirəm də, sən oralara, qucaqlara oturandan çox gedirsən belə. Nəysə, özünüz bilərsiniz, amma mən bunu demək zorundaydım. Mən səni harada oxudum? İsrail hökuməti göydən boşqa yağdırır deyəndə. Təyyarə ilə güya boşqa qaldırırlar, güya bunu. Orada da xəstəxanalarda çocukları, xəstələri, qocaları öldürürdülər. İndi bu adam çıxıb mənə söz danışırsan. Sizin danışıqlarınız hamısı mənasız və quru, heç bir əsas. Deyirəm, bax, buradan deyirəm. Apardığın o araşdırmalar ki var, deyirsən, Hindistana getdim, araşdırdım zavodu. Subut qoymasan, səndən şərəfsiz adam yoxdur. Subut qoysan, mən əl insan o məcbur edəcəm, çıxıb səndən üzr istəsin. Bunu da mən dedim, ha. Mən özüm də səndən üzr istəyəcəm. Express qəzetində aynasın xəbərlərini oxuyub qanararlanan adam Hindistana getdi, araşdırdı, əl insana olacaq. Nəysə. Elə belə ötəri dedim, canlı efirdə gələcəm bu məsələnin üstünə. Özünüz baxın.